Birinci Dünya müharibəsi neçənci illəri əhatə edir? 1914-1918-ci illər. 14-18 müharibə hansı hadisə ilə başladı? Deməli, Avstriya Macarıstan taxt tacının bənşəhətli olan Frans Ferdinandın Serb millətçisi Gavrila Princip tərəfindən öldürülməsi ilə başladı. Bəhanə bu olmuşdu. Aha, bu sadəcə bir bəhanə idi. Bunu biz səbəb kimi götürə bilmirik. Bəhanə idi. Və müharibə hansı hadisə ilə başladı deyiriksə, Avstriya Macarıstanın Serbiyaya müharibə elan etməsi ilə başlamış oldu. Bəli. Bəhanə bu idi. Bəs səbəb nə idi müharibənin başlaması üçün? Daha çox səbəb yeni ərazilər əldə etmək, xammal bazaları, satış məntəqələri əldə etmək, yeni torpaqlar əldə etmək, yəni əsas səbəb bu idi. Dünyanı bölüşdürmək, bəli, yeni xammal bazalar, satış məntəqələri əldə etməkdir. Hegemonluq siyasəti yeridilirdi, bəli. Məqsədlər vardı, müxtəlif dövlətlər arasında məqsədlər vardı və əsasən də müharibə kimlər arasında getmişdi? Antanta və Üçlər İttifaqı. Üçlər İttifaqı blokları arasında baş vermişdi, bəli, müharibə. Tamam, bəs yaxşı, bu müharibə gedişatında Balkanlarda möhkəmlənməyə çalışan iki dövlət vardı. Bunlar hansı dövlətlər idi? Bunlar Avstriya Macarıstanla Rusiya idi. Bəli, Avstriya Macarıstan, Rusiya. Möhkəmlənmək istəyirdilər. Aha, tamam. Bəs yaxşı, müharibə gedişatında iki dənə dövlət vardı ki, bu iki dövlət imperiya kimi müharibəyə qoşulmuşdu, amma gedişatda dağılır və respublika quruluşunda müharibədən çıxırlar. Sırf gedişatda. Rusiya. Bir də hansı dövlət idi? İnqilab baş verdi və inqilab nəticəsində imperiya Almaniya idi. Aha, deməli Rusiyada inqilab baş verir 1917-ci ildə və bu inqilab nəticəsində artıq Çar hökuməti devrilir. Və Çar hökuməti devrildikdən sonra müvəqqəti hökumət qurulur. Müvəqqəti hökumət oktyabra qədər fəaliyyət göstərəcək. Amma oktyabrdan qabaq, sentyabr ayının 1-də 1917-ci ildə Rusiya respublikaya çevrilir. Rusiya respublikası olacaq. Və müharibədən respublika formasına çıxacaq. Daha sonra 18-ci ildə də RSFSR-ə çevrilmiş olur da, Rusiya Federativ Respublikasına çevrilmiş olacaq. Almaniyada həmçinin, Almaniya müharibə gedişatı, müharibənin də sonlarına doğru idi artıq. Almaniyada inqilab baş verir. Bəli, imperiya sistemi artıq dağılacaq inqilab nəticəsində respublika qurulacaq və sonra da Almaniya məcbur olacaq ki, artıq müharibədən çıxsın. Ona görə də sırf Rusiya və Almaniya dövlətləri müharibə imperiya sistemi kimi daxil olurlar və respublika sistemi kimi də müharibədən çıxmış olurlar. Amma müharibədən sonra, ümumilikdə desək ki, müharibədən sonra artıq Avropanın siyasi xəritəsində dəyişiklik baş verdi. Yeni dövlətlər meydana gəldi və mövcud dövlətlər isə parçalandı. Hansı dövlətlər götürərik biz o zaman? Onda Almaniya, Avstriya, Macarıstan, Osmanlı, Rusiya bunları götürəcək də müəllimə. Onlar parçalanırlar. Aha, bəli, bu dövlətlər parçalanır, müxtəlif dövlətlər formalaşmış olacaq. Rusiya Respublika kimi, Almaniya Respublika kimi. Aha. Bəli, o Serb-Xorvat Sloven krallığı və Yugoslaviya çevrilir, o yarandı da müharibədən sonra. Aha, Serb-Xorvat Sloven krallığı sonradan Yugoslaviya çevrilmiş olacaq. Var olmuş dövlət sonra burada bərpa olunur. Hansı dövlət idi bu? Polşa. Bəli, Polşa dövləti. Qum üzərində yazılmış sülh deyəndə hansı sülh nəzərdə tutulur? Versal sülhü nəzərdə tutulur. Müharibə hansı tərəfin qələbəsi ilə bitir? Antanta qələbəsi ilə bitir. Antanta. Amma Antanta içərisində bir dövlət müharibədən tez çıxacaq. Rumıniya qabaqda çıxır. Niyə? Rumıniyadan qabaq çıxan hansı idi? Rusiya niyə çıxmasın ki? Bəli, heç onu yazmaq istəyirəm. Bəli, birinci Rusiya, çünki müqavilə imzalayır, gizli müqavilə imzalayır Üçlər İttifaqı ilə. Ondan sonra Üçlər İttifaqından, Üçlər İttifaqı deyəcəyik. Yox, dördlər. Dördlər İttifaqı və yaxud da mərkəzi dövlətlər deyəcəyik. Artıq biz neçənci ildən etibarən Üçlər İttifaqı ifadəsini işlətmirik? 15-də 1915-ci ildən. 15-ci ildən etibarən. 15-ci ildə nə baş verdi ki? İtaliya çıxır apreldə. Üçlər İttifaqından və onun yerinə Bolqarıstan, Osmanlı da 1914-cü ildə qoşulmuşdu. 14-də Osmanlı qoşulmuşdu. Bəs Bolqarıstan nə vaxt qoşulur? Bolqarıstan qoşulur sentyabr idi deyəsən. Neçənci ildə qoşulur? 15-ci ildə. Aha. 15-ci ildə elə bir ki, İtaliya çıxır, yenidən o 4 dövlət 3 dövlətə çevriləcək. Və daha sonra isə Bolqarıstan bura daxil olacaq və olacaq Dördlər İttifaqı və yaxud da mərkəzi dövlətlər.
Yəni biz 15-ci ildən sonra artıq üçlər ittifaqı ifadəsini işlədə bilmərik. Nə də 15-ci ilə qədər dördlər ittifaqı ifadəsini işlətməyəcək. Baxmayaraq ki, o dövrə qədər Osmanlı da qoşulmuşdu və 4 dövlət idi orada, amma yenə də dördlər ittifaqı ifadəsini işlətmirik biz orada. Üçlər ittifaqı deyəcəyik. Yaxşı, buna diqqət yetirik. Antantanın özü elə antant olaraq qalır. Antantaya baxmayaraq ki, nə qədər dövlət qoşulur ora, o blokun tərkibinə daxil olacaqlar, amma buna baxmayaraq antant olaraq qalacaq. Amma üçlər ittifaqının adı dəyişir. Dördlər ittifaqı və yaxud da mərkəzi dövlətlər. Ona görə də biz müharibəyə daxil olan üçlər ittifaqı idi, amma çıxan zaman isə məğlub kimi biz dördlər ittifaqı və yaxud da mərkəzi dövlətlər ifadəsini işlətmiş olacaq. İndi bir sual da verim, sonra keçək növbəti bir yoldaşa. Deməli, ümumiyyətlə bu Vaşinqton konfransı kimin maddə prinsipləri əsasında həyata keçirilmişdi? Woodrow Wilson 14 maddə prinsipinin əsasında Aha. Bu 14 maddə prinsipində deməli bir məsələ var. Orada bir dövlətin adı çəkilir. Deyir o dövlətin ərazisi xarici qüvvələrdən təmizlənməlidir tez bir zamanda. Xarici qüvvələrdən hansı dövlətin ərazisi nəzərdə tutulur? De görüm Çinarə hansı dövlət idi o? Rusiya malıma. Bəli, Rusiya idi. Rusiyanın ərazisi deyir xarici qüvvələrdən təmizlənməli idi. Orada elə bir maddə öz əksini tapmışdı. Versal müqaviləsinin şərtləri var. Sərhəd tərəf var idi, bir də hərbi cəhətdən var idi şərtləri. İndi sərhəd məsələlərinə gəl baxaq görək, sərhəd baxımından hansı şərtlər qoyulmuşdu Almaniyanın qarşısında? Almaniya Avstriya ilə birləşməməyi öz öhdəsinə götürürdü. Aha. Və bütün müstəmləkələrini itirəcəkdi burada. Bəli, bütün müstəmləkələrini itirməli idi. Deməli, indi bir məsələ var. Yaxşı, gəl görək, Almaniya, daha doğrusu ilk dəfə olaraq Avstriya ilə Almaniyanın, yəni Prusiyanın bir yerdə birləşməməsi, buna dair bir öhdəlik nə zaman olmuşdu? İlk dəfə. Kim xatırlasa desin. Şimali Alman ittifaqına Avstriya qoşulmur da. Bəli. Yəni Sadova döyüşündən sonra 1866 Sadova döyüşündən sonra Alman ittifaqından çıxacaq da Avstriya. Orada birləşməməyi öhdəsinə götürmüş olacaq. Orada Avstriya öz öhdəsinə götürür ki, birləşməyəcək bu dövlətə. Burada isə Almaniya artıq öz öhdəsinə götürür ki, Avstriya ilə birləşməyəcək. Avstriya yəni özünə birləşdirməyəcək. Amma sonra bu öhdəliyi pozacaq. Bəli, sonra amma bu öhdəliyi pozacaq. 1934-cü ildə Hitler bir dəfə cəhd göstərir Avstriyanı tutsun, amma baş tutmurdu. Daha sonra 1938-ci ildə isə növbət dəfə cəhd göstərəcək və Avstriyanı tamamilə tabe edəcək özünə. Anşlüs yolu ilə özdə. Yəni Anşlüs nə deməkdir? Dinç yolla tabe etmiş olur özünə.